Yaşadığınız ünvanın bələdiyyə sədrini tanıyırsınız, Fazil müəllim, özünüz, siz? Bələdiyyə sədrini tanıyıram, çünki Amma mən tanımıram. biz Zabratda, bələdiyyə də bizə yaxındır, həm də bu prosesin, indi mən konkret seçki prosesinin içində olduğuna görə, dairədə, məntəqələrdə nümayəndələrimiz olduğuna görə, bələdiyyədə nümayəndələrimiz olduğuna görə maraqlı tərəf kimi tanıyırım. Vətəndaşlar nə qədər tanıyırlar bələdiyyə sədrini? Mən bir vətəndaş olaraq heç mən bilmirəm ki, bizim bələdiyyə sədrimiz kimdir? Bilmirəm ki, görünmür, yoxdur, üzdə gözdə. Etiraf eləyək ki, tanınmır. Ancaq demək, hansısa bir icarə haqqı yığanda, hansısa bir vəsait toplananda, bələdiyyədən gələn sənəd əsasında bilirsən ki, bunu ödəmək lazımdır. Amma bu, əslində, bundan sonraki ümid eləyək ki, bələdiyyələrin canlandığı bir tarix olacaq və biz artıq yerli problemləri, indi son hadisələr də göstərdi, müəyyən dərəcədə bu yağışlı şərait, qarlı şərait, onda artıq bu funksiyalar mərkəzləşmiş qaydada çözülməsi olan, vacib olan funksiyalara çevrilməyəcəklər. Artıq yerlərdə həll olunacaq. Nəqliyyat məsələsi. Məsələn, nəqliyyat məsələsi əslində bələdiyyənin demək, ümdə vəzifəsidir və bunu da həyata keçirmək onun səlahiyyəti çatır, həm də pulu olur. İndi siz təsəvvür edin ki, bizim İstanbul bələdiyyəsinin, yaxud da Ankara bələdiyyəsinin büdcəsi Azərbaycan büdcəsindən hardasa demək çox səviyyədədir. Yəni bu iş görə biləcək imkana sahibdir. Demək, biz belə bir mexanizmi işə sala bilsək, məncə yerlərdə o problemlər azalacaq, vətəndaşın da o narazılığı ortadan qalxacaq.